Bir gəncin özünü sevdiyini hardan biləcəyik? Məsuliyyətlidirsə oradan biləcəyik. Bax, məsuliyyətli olmaq nə deməkdir? Özünə aid olan işlərin yükünü öz üzərinə götürəcəyik. Yük olmayacağıq, yük alacağıq. Özümüz öz işimizin məsuliyyətini, özünüz öz işinizin məsuliyyətini üzərinizə götürürsünüzsə siz böyümüsünüz. Siz özünüzə sayğı duyursunuz, siz özünüzü sevirsiniz. Çünkü öz işinizin, məsuliyyətinin sizə aid olduğunu bilirsiniz. Məsuliyyətli gənc özünü sevən gəncdir. Çalışkan olmaq. Bakın, bir insan tembeldirsə özünə sevgisi yoktur. O Türklerin bir sözü var ya, rastgele yaşayır. Bakın, özüne sevgiyi duyan insan rastgele yaşamaz. Böyle getdikdə həyatın axarına gedir, xeyr. Zamanını özü müəyyən edir, işini özü müəyyən edir, çalışkan olur. Tembellik özüne xəyanətdir. Tembel olmayacağıq. Tembelsinizsə özünüzü sevmirsiniz.